Dur əzr, öydə it saxlamaq fəqət İranınkidir. Əlan bir seri işlər fəqət əlan İranın və darvatlarının üstündə iki ayaqlan ceyiblə var. Gərək bunlar başlarına çal. Ayrı yerdə yoxdur. Əraqda yoxdur. Gedənlər Kərbəlaya gözlə. Bir dənə baş açıq görəm. Bəğdad kimi otur. Mən gördüyümü deyirəm ki, mən 10 gün Kərbəlada bir dənə baş açıq, şol hicab görmədim. Dostlarla danışdı, dedi, haca görürsən? Dedim, bilirsən niyə bizim üstümüzdə belə canı ilə əlləşir Amerika? Amerika paygahların vırıb, Əraqda. Da qız gəlinlə işi yoxdur, da işin görüb. Tüm burada paygahın vıranmır, vırnıxır, bacadan girə. Kəssə ona, bir çəkirik ağzının üstünə, istəyir bərədən tüşə, birini çəkirik kürəyinə. Odur büyünlərim, tapdığın xəşləyir bizi yıxmağa. Həmişə hərif qəv olsa, sən uşaqları münhərif eləməyə görər, deyək ki, bu uşaqlar muhtad eləyir. Ürzəsi olmaz səndən müqabil eləyə. Heç gör o, fəqirin uşağına sərmayə güzarlıq elə ki, onun uşağın yıxa. Yox, rəqib. Büyün biz dünyada rəqib olmuşuq, bərəkət şühəda. Əbər qüdrətlərlə tənə vırıq da, biz qavi şiirdə edərik, biri bizim sütümüzü sağa. Biz özümüz danışmağa müstəqil sözümüz var, ağsəqqəlik dünyada. Nəinki rəiyyət onamına çift dolandıraq. Çift dolandıran hara, əkçi yapışdıran hara, bənir vuran hara, o adam ki özümüzdə. Biz müstəqillik, əlhəmdülillah, bunlar gərək də ola, olmaz ki, gərək də ola. İmam Hüseyni əvvəl şəxsiyyətin terror elədilər, sonra özün. Əmir əl-Momin əvvəl şəxsiyyətin terror elədilər, rəsanini, sonra özün. Dedilər, Kufədə Həzrətin başına qılış dər. Dedi, Əli Hişmətçidə gedərdi. Bax, şəxsiyyətin sındırmışdılar. Terror şəxsiyyəti eləmişdilər. İmam Hüseyni niyə gözlərinin qabağında vururdular, qoca kişi deyirdi, məni apar o əsamı qoyur yaralanın birinin üstünə, yıxılım əsanın üstünə, savab aparım burada. Niyə o cür eləyirdi? Əvvəl İmam Hüseyni rəsanə ilə şəhid elədilər, sonra cismin doğradılar, sonra cisminə həmləvər oldular. Xob, bemanəd inşallah ömr olsa gələn həftələrdə. Qol in kuntum tuhibbunallah fəttəbi'uni. İstəyirsiniz Allah sizi çox istəyə, tabi olun Allah. Həzrət İbrahim tabi oldu Allah, İsmail'in apardı, elə vaqən də başını kəsirdi. Şuxluq zat eləmirdi. Dövrədən də filmi götürmürdülər. Vaqən kəsirdi. Vaqən kəsirdi. Heç kişidə bu ürzə yoxdur, heç kişidə. Əsən səxtərin imtihanı dünyanı Allah Həzrət İbrahimdən alıb. Ha İmam Hüseyin nə? İmam Hüseyin oğlun özgələr öldürürdü. Bu özü öldürür. Özü-özdə nə uşaq? Dəstəcül. Başını kəsib qoyacaqsan sinəsinin üstünə. Harada görüb yuxuda. Sən səxtərin imtihanı Həzrət İbrahimin intixabı idi. İmtihana bax, səxtərin kitabın yapı, çətin yerindən Həzrət İbrahimdən imtihan. Niyə? Çünki dərsi oxuyub da. Allah da bilir bu kar koşdədir, əncam verəcək da. Kar koşdədir. Gün mən gərək İmam Hüseyndən, Həzrət İbrahimdən, yaxçılardan bir dənə dərs alam, bir qam, bir qədəm özümü, balalarımı beşəmdi. Allah çəkəm həmin. Yoxsa heyyət olub patox. Gedək görək böyük nəcr oxudular. O nəcr oxudu. Bu nəcr oxudu. Elə heyvan uşaqları o nəcr oldu. Mənim indi qoymayıblar oxuyam. İndi o bir heyyətdə. Hey ondan nəcr oldu. Üçün adımı vurmamışdı, mən də gəlmədim. İndi bildim ki, sən ada tabiymişsən. Hədəfə yox. Hədəfə tabi. Biz ki, olanmarıq. Olanmarıq. Mənim öz adımı birdən çıqqılı vuranda, məsələn, mən danışanda o forqun sürərdi. Var da, məğzin kiçikliyindən adam çox söz danışardı. Məğz xırdalı. Deyir və məsələn, üçün mən buranı, məsələn, biz oranın axırxanıydıq. Ya əvvəlxanı, ya axırxanı. Oxuyacaqsan, da oxudu. Hava oxudu, lüzum. Lüzum yox, mən axırda dursam, məsələn, şəkkül qəmər eləyəcəyəm. Əvvəldə dursam, xərab olacaq. Yox, Allah şahiddir. O adam ki, Allaha vəsl olacaq, işi o müdiriyyət eləyəcək. Mənim əlimdə heç zat yoxdur. Əl o bədbəxtlər deyir, indi gələr ay Turabi. Məhəbbət buyurun. Söz tuğlan olur, sözü gətirir, zehnimdə bir şeyli mətalib gəlir. Yaman o əsli mətalibim qaldı. 3-4 dənə belə təlayi və zirxaçı. Zirxaçı deyirəm, xidmətinizə zirxaçı oğlu, zirxaçı. Əlbəttə o zirxaçı yox, çoxları ölümə veribdir.
Mən bir nəfərlə dolanardım. Harda yerdə bir əyri buruq dağ görsəydi, daş görsəydi belə. Nişan, yox, nişanədir ya. Nişanədir ya. Deyərdim Allah sənə ağıl versin ha. Nişanədir. Bu ağac belə əyridir. Sən bilmirsən aca. İndi onun nəm neçə metr belə, nəm neçə metr elə. Dedim Corçan kimi geç, söhlə yerin altında dölüb qalarsan. Tapanlar heç indiyəcəkdə tapan olmayıb. Tapanı da yerlə dövlət yaxalayıb, ya 2 nəfər, 3 nəfər olub, bir-birini öldürüblə qalıb vəsətdə. Çünki belə şey aqibət verir, çünki vəfa ilə zeyli sahabını elərdi ki. Tərəf getmişdi, mənə bir əksi yolladı. Bəd əz müddət abi, köhnə piyala, saxsı piyala. Haca, sən deyirdin yoxdur, gördün getdim, tapdım. Dedim, ədəbilizən, o qoca arvad pişiyinə süt qoyardı onda. Sən məsələn onu tapıbsan, nevdə o su saxsıdır da. Və daşı yalamayacaqdı, onda da elə bir sənət var idi da. Da axır kilası cəmaatın misafdafı idi. İndi bəli, bir Xudayla kədə bir ittifaq düşə, qəşək pul tapılar yer altından, qəşək qızıllar tapı, indi cəmaat puldardı. Onda cəmaat çoğu köpük qusurdular, hamısı, ilə biləl ittifaq. Hə, bir hacı kətdə, ərbab, kərəni yerdi, qalan onu ayranın meylilərdilər. Hə, ayran şorbası yeməkdən rəngi sapsar olmuşdu. İndi ətçilə o kabab qalıb qabağında, indi hal eləmir. Bu mallalar bir dağılsaydı, mallalar dağılsaydı, sənə yine ayranı vəqəyəsəydin, xiyalın rahat olardı. Hə. Çox elə bəlgəsiysən. Çünki çilə o kababı çox yanda adam deyib, həməşə gələcək. Hə, qahəm mən hisslənirəm, vaqən bu hisslənməklər düzdür ya, düzdür. Elə biz həm müqəmmimizi, tamam mədar zindəcanımızı qarnının üstə tənzim vurmuşuq, heç bir demir yağacam. Mənim neçə dənə ildə sübh namazım qəza olub. Neçəsini hələ gedib əda eləyə bildim, neçəsi elə o cür ambar oldu, qaldı o bir işlərin üstündə. İnşallah öləndən sonra böyük oğul qılar. Gör qılmamışdı, valla sənə baxıb örgəşəcək də, örgədiydin, o da qılıydı. Hə, özün çırağı aparmadın, çırağı daldan istədin, nə hifzisiz onu. Bu gələn çırağın nə nuru, nə ziyası var. Allah bir abruyu seydüşədə bizə aqibət bir xeyr eləmə. Allah bizə rəhm eləməyən nə bizə müsəllət eləmə. Allah sən İmam Hüseyni çox istəyirsən, İmam Hüseynə xatir məhəbbəti bizim də halımıza şamil elə. Allah sən aşıq İmam Hüseyin sənə o qovdi qətli qahda elm tahan verib, dünya və ahirəti verib sən ola. Pərverdigar Rabbi, abruy seyyid-i şühəda və abruy o qəhrəman qardaş və abruy o yəl ummul bənin və hürməti o susuz dodaqlar ki, hətta icazə vermədi sunan təmas tapa. İcazə vermədi, elə ta sərinliyi dəy düzünə qaytardı. Buyurdu, nəfs, xəcalətcə, Hüseyin hənuz teşnədi. Sənin haqqın yoxdur, suva dili yox. Allah o vəfadar qardaşın hürmətinə, bugün Həzrət Ay Məhəmmədi Fərin qonaqlarının nə mənə həvaici var, bəravurdu bir xeyr elə.